Salam mərkəz dostlar, bildiyiniz kimi Bitget birjası daha bir kampaniya bizim üçün verib və hansı kampaniyadan ki biz istifadə edə bilərik. Həmçində xatırladıram ki, Bitget birjası Azərbaycanlı userlərə qarşı olan risk kontrolu daha da aşağı salıb və bu dəfə məncə problem olmamalıdır. Çalışın multi account və yaxud hansısa bir belənsinə fake görünən hərəkətlər eləməyin ki, problem yaşamayasınız. Amma belə ümumən də hal-hazırda bir neçə dostlarımız var ki, artıq onlar bonuslar əldə ediblər və bu videonu çəkirəm, məlumat verim ki, sizə bu kampaniya nədən ibarətdir və bizə hansı imkanları yaradır. İndi isə dostlar, gəlin baxaq görə bu kampaniya nədən ibarətdir və bizə hansı imkanlar verir. Təbii ki, kampaniya qoşulmaq üçün videonun altında link var. Köhnə userlərdə, təzə userlərdə qoşula bilər. Təzə userlər üçün təbii ki, burada KYC tapşırığı da var, hansı ki bizə bir xal verir. Onu da təbii ki təzə user kimi girib götürə bilərsiniz. 27 gün davam eləyəcək bizim bu hal-hazırda olan belə deyək də bir növ tapşırıq, ümumən bu mükafat tapşırığı və MacBook və qızıl külçə qazanmaq üçün şanslı çəkiliş. Yəni burada nədir məsələ? Biz müəyyən kuponlar əldə edirik. Burada mütləq qoşul düyməsini mütləq vurun. Yəni hesab açdıqdan sonra mütləq linkə keçid edib qoşul düyməsini vurun. Əgər siz indi qeydiyyat keçəcəksinizsə, o zaman burada zaten qoşul düyməsi olacaq, vuracaqsınız, qeydiyyat keçəcəksiniz və qeydiyyat keçdən sonra da bütün hallarda gəlib belə deyək də bir növ ehtiyat üçün təzədən qoşul düyməsini vurub öz hesabınıza belə deyək də bir növ bu kampaniyaya calaq eləyin. Əgər hər şey okeydirsə, hər şey qaydasındadırsa, KYC etməmişdən qabaq eləyin bunu. Hər şey qaydasındadırsa, siz burada həvəsləndiricilər sözünü görəcəksiniz və üstünə vuranda da təbii ki belə bir bölüm açılacaq, hardakı tapşırıqlar, mükafatlar haqqında sizə məlumat verilir. İndi baxaq görə biz burada nə imkanlar əldə edirik. Deməli 3 gün belə deyək də doğrulama pəncərəsi 3 gün, yəni qeydiyyat keçdin 3 gün ərzində KYC elədin, yəni öz sənədini təsdiqlədin, profili təsdiqlədin, bir cəhd verilir sənə, 1+1 cəhdin var. Həmçinin xaric depozit vəzifəsi var, ilk spot ticarəti var, bir də spot ticarət tapşırığı var. Burada söhbət nədir? Deməli, burada Azərbaycan dili biraz belə deyək də qarışıq tərcümə olunduğuna görə mən özüm belə deyək də bizim başa düşəcəyimiz bir vəziyyətə gətirirəm bu söhbəti. Depozitiniz olmalıdır. Balansınızda 100 USDT olmalıdır. Bu birjadır, Bitget birjasıdır. Sizin pulunuz harasa itmiş, sadəcə olaraq balansınızda dayanır. Və bir gün ərzində, yəni son 24 saat ərzində bu sizin balansınızda olmalıdır. Bu, okey. İlk ticarət tapşırığını eləməlisiniz. İstənilən bir şey alıb sata bilərsiniz. Məsəl üçün alın, tutaq ki, Dogecoin, Tron və yaxud Ethereum saxlayın bir neçə saat, qiymət biraz qalxanda və yaxud biraz düşəndə sata bilərsiniz. Və təbii ki, həmçində ticarət həcmi 10 USDT. Elə bu zaten siz ilk ticarət tapşırığını 10-12 dollarlıq eləsəz, bu da tamamlanmış olacaq və siz burada görəcəksiniz ki 10 drop 10'dur. Bu artıq tamamlandı. Sabah bax bunlar gələcək mənə, ilk ticarət və depozit təbii ki var balansında, o da gələcək mənə. Burada bizə verir hər üçünə görə, yəni hər üçün birdən-birə eləməlisən. Yəni birini eləyib, birini yox. Hər üçünə görə option verilir, 3 dənə cəhd. Bir cəhd bizdə buradan var KYC-dən, 3 cəhd buradan var və artıq gedir ticarət həcmləri. Ümumi ticarət həcmi. Ümumi ticarət həcmi 1000 dollara kimi əgər ticarət edirsənsə, plus bir cəhdin var, əlavə bir cəhdin sənin var. Mən adətən futuresda və yaxud spotda trade edirəm müəyyən qədər və bu mənə elə gəlir ki, bəs eləyir ki, mən bunu yığmaq çətin bir şey deyil. Yəni 1000 dollar həcm çox asandır. Çətin bir şey deyil. Həmçinin 5K həcm var, 5000 dollar həcm var və təbii ki, artıq burada yeni userlər kimi də daha profi userlər başa düşür ki, burada söhbət nədir və 5000 dollar həcm etmək, yəni necə asan bir şeydir əslində. Mən hal-hazırda düzdür eləməmişəm, çünki yenə də deyirəm, kampaniya indi verilib və başlamışam, indi videonu çəkim, ondan sonra da artıq mən öz həcmlərimi eləyib, kampaniyada iştirak eləyib, cəhdlərimi yoxlayacağam. Həmçinin burada ümumi ticarət həcm tapşırığı var. Həmçinin 10K yacan, 20K yacan və 50K yacan. Burada fərqi yoxdur. Spot, futures fərqi yoxdur. Əsas odur ki, həcm etməkdir və bu həcmi edə bilərsiniz. Həmçinin də ola bilsin ki, əlavə hansısa bir həcmlə əlaqədar hansısa informasiyalar verdim, daha rahat olmaq. Bunu da təbii ki, Telegram qrupumuza mütləq qoşulun, orada biz bu haqda məlumatlar veririk. Və nemətlər, yəni əsasən də hədiyyələr deməkdir. Bu görürsünüz, burada bizdə deməli 4 dənə təəssüf ki kuponu var. Çox pis ki, təəssüf ki kuponlar var. Ümid edirəm heç kimə düşməz. 1 BGB qazanma, 5 USDT, 2 XRP, 10 futures ticarət bonusu, 0.1 Solana bonusu, həmçinin 0.1 Ethereum bonusu, həmçinin var burada 10 qram qızıl külçə, bəli var. Siz 10 qram belə deyək də bir növ qızıl külçənin özünü yox, yəni qiymətində USDT əldə edirsiniz və ondan siz istəsəz GBN ala bilərsiniz bunu. MacBook Air var, M4, ən yüksək, ən top yuxarıda olan MacBooklardan biridir M4.
Və təəssüfkilər, ümid edirəm ki, təəssüfkilərə çox rast gəlməzsiniz. Burada zaten sizin artıq bonuslarınız, belə deyək də, şanslarınız oldu. Çəkmək butonuna basaraq siz artıq burada belə deyək də bir növ bunlardan birini, hədiyyələrdən birini aparmış olacaqsınız. İştirak edə bilməzsiniz hələ ki, çünki hələ ki kuponum yoxdur. Sabah artıq kupon gələcək mənə. Və gördüyünüz kimi bizdə burada həmçində qısaca belə option bir dənə məlumat da verilir. Nəyə görə, nə qədər bal verilir. Belə çıxır ki, 4, 5, 2 dənə də bu 7, 9, 12, 10, 16 dənə kupon əldə eləmək olar. Deməli 50.000 həcmə qədər. 16 kupon. Şanslı çəkişdə qazana biləcəyiniz hədiyyələr var. Hədiyyələr, ümumi hədiyyələr sayı bizdə 1 BGB 500 dənədir, 5 USDT 300 dənədir, 2 XRP 100 dənədir, 10 USD Futures ticarət bonusu 300 dənədir, 0.1 Solana 50 dənədir, 0.1 Ethereum 10 dənədir, 10 qramlıq qızıl külçə 1 dənədir, MacBook Air M4 1 dənədir. Bu Azərbaycanlı userlər olduğu üçün şansımız biraz daha çoxdur. Bu qlobal deyil və Azərbaycanlı userlərə aiddir, bizim ölkə aiddir və düşünürəm ki, buradan bəlkə hansısa bir bonusu apara bilərik. Həmçinin burada uşaqlar şərtləri istəsəz oxusaz, yəni pis olmaz. Şərtləri oxuyun ki, məlumatınız olsun. Xalic depozit on-chain də eləmək olar, yəni hansısa başqa bir yerdən köçürmək olar, PayPal ilə də eləmək olar. Və eyni az öncə də xatırlatdım, yəni hansısa fake hesablar falan bunlara eləmək olmaz. Həmçinin də API açarla trade eləyən dostlarımız da burada eləyə bilməz. Yəni məsəl üçün market makerlər və API traderlər var. Bunlar artıq daha pro traderlərə aiddir. Bunlar da burada iştirak edə bilməz. Çünki artıq onların həcmləri 50.000, 100.000, bəlkə də milyona yaxın olur ona görə. Və budur dostlar. Həmçinin də siz öz dostlarınızı da dəvət edə bilərsiniz. Burada linkinizi götürüb, yəni zaten hər birinizin link olacaq. Linkinizi götürüb hansı dostunuza ata bilərsiniz ki, gəl kampaniyaya qoşul. Bizim linkdən istifadə edib də qoşula bilər. Köhnə userləri də yoxlaya bilər. Mən yəni zaten köhnə userəm və məndə görürsüz bu tamamlandı. Deməli köhnə userlərdə aidiyyəti var. Belə dostlar, hər kəsə uğurlar arzu edirəm. Qazandığımız bonuslar haqqında qrupumuzda, yəni bizim Telegram qrupumuzda məlumat atsanız bomba kimi olar, super olar. Görərik nə qazana bildiniz. Biz də bir növ həvəslənərik. Yenə də hər kəsə uğurlar arzu edirəm. Sağ olun, minnətdaram videoya baxdığınız üçün. Fikirlərinizi də rəy bölməsində mütləq yazın. Sağ olun.